Maddiyyat enerjisinə baxaq. Yəni, maddi durumunu istədiyin kimi düzəldə biləcəksənmi? Bunlara baxaq. Hazırda maddi durumun hansı enerjidədir, hansı vəziyyətdədir? Gəl birinci baxaq. Maddi durumun hazırda hansı enerjidədir? Yəni, narazısan. Çox narazısan. Nəyəsə pul gedir, balansdan gedir, gələnin olmadığını düşünürsən və yeni yollar axtarırsan ki, mən bu durumu necə düzəldə bilərəm. Çünki burada elə bil ki, bir müddət əvvəl nəsə yığmışdın, indi o yığdığından gedir, amma gələn yoxdur, elə bil dayanıbdır. Nəysə dayanıbdır, stop var. Amma narahat olma, bu müvəqqəti bir şeydir. Bunu da deyim sənə. Yaxşı, gəl baxaq. Səbəbi nədir? Bəs bu maddiyyatla əlaqədar bu durğunluğun, bu dayanmağın səbəbi nədir? Səbəbi nədir bu durğunluğun? Bilirsən necədir? Sənin dəstəyin yoxdur. Sən bütün bu şeylərlə əlaqədar tək başına mübarizə aparırsan. Maddi durumunla əlaqədar, işinlə əlaqədar elə bir xarakterdə insansan ki, kimdənsə nəsə istəmirsən, kimdənsə nəsə dəstək. Bəlkə də tutaq ki, hazırda işinlə əlaqədar işləyirsənsə, əgər narazı olduğun bir yerdəsən, bəlkə də dəstək istəsən daha yüksələ bilərsən, nə bilim, o şeylər yoxdur səndə. Sən deyirsən ki, mən öz başıma həll eləyəcəm, öz ayağımın üstündə duracağam və bu da tək başına mübarizə aparırsan, vuruşursan. Yəni, belə deyim də, çox qordu bir insan çıxır burada, çox qürurlu bir insan çıxır. Acından orada nəsə olsa belə heç kimə ağız açan, heç kimə belə deyim də, istəyən biri deyilsən. Yəni, özünü, belə deyim də, şapalaqla üz qızardırsan, qıraqdakılar deyir, kefdədir. Bax, belə bir insan görürəm mən burada. Okey, yəni azdan çoxdan idarə eləyirsən, əlinin papağını vəlinin başına, vəlinin papağını əlinin başına qoyub idarə eləyirsən, amma artıq baxırsan ki, hardasa stoplayırsan sanki, belə deyim. Yaxşı, maddiyyat yolunda, pul kanalında hansısa bir bağlılıq, blokaj varmı? Nəzər, nəfs var, negativ enerjilər var, amma ciddi bir blokaj burada çıxmadı. Kimsə sənin maddiyyat yolundan əlaqədar hansısa bir bağlılıq elətdirirmi? Gəl belə də baxaq. Yox, bağlılıq elətdirmir kimsə. Sadəcə olaraq elə bil ki, sən bağlılıq deyil burada. Bağlılıq sənin ya həyatında, ya yanında olan bir insandan əlaqədardır. Elə bil ki, ondan hansısa bir negativ enerji mi gəlir, ondan əlaqədar münasibətdəmi, hardasa balansı pozmusan, özünü pozursan. Nədə pozursan? Bu daha çox ilişkilərdə çıxır, bu daha çox münasibətlərdə çıxır. Bunu daha çox izləyən qadındırsa, tutaq ki, həyatında bir insan varsa, onunla əlaqədar belə deyim də, tutaq ki, sevgidəmi, hər şeydə zaten kainat özü alma vermə dəngəsi üzərində qurulubdur və sən özünə qarşı haqsızlıq edəndə belə, məsələn, özündən aldığından daha çox enerjimi, belə deyim də, gücümü verəndə, o da sənə qarşı cəzalanır, çünki hər şey balansda olmalıdır, deyir. Yəni, hazırda həyatında olan insanlarla əlaqədar alma vermə dəngəsini pozmusansa, bununla da əlaqədardır. Çünki sənin maddiyyat yolunu bağlayan, yanında olan, ya münasibətdəsənsə, münasibətlə əlaqədar olan biridir. Burada konkret bu çıxır, mən nə deyim, yəni. Elə bil ki, daha çox işinə yoxmu, daha çox maddiyyata yox, ilişkiyə mi başını qarışdırmısan və yaxud da ki, belə bir şey çıxır daha çox və həmçinin də işini kontrollaşdıran, tutaq ki, bəzilərinizdə də belə bir şey çıxa bilər ki, tutaq ki, sən çalışırsan, həyatında kimsə var, o sənin daha irəli getməyinə imkan mı vermir, istəmirmi, kontrolda mı saxlayır, qısqanclıq mı var burada? Bax, belə bir səbəblər də daha çox ola bilər. Gəl baxaq. Sən maddi durumumu düzəldə biləcəksənmi? Sən maddi durumumu düzəldə biləcəksənmi? Düzəldəcəksən. Bu çətinlik sənin maksimum, belə deyim də, çox çəkməyəcək. 7 vaxt, 7 gün, 7 həftə, ən gecə 7-ci aya qədər çəkə bilər. Ondan sonra düzəldəcəksən, haqq-ədalət qanunu düzələcək. Sən nə vaxt ki, balansı düzəldəcəksən, ətrafındakı insanlarla, həyatındakı insanlarla balansı qoruyacaqsan, o zaman düzələcək. Maddi durumunda istədiyin kimi bir səviyyəyə gəlib çata biləcəksənmi? Maddi durumunda istədiyin səviyyəyə çata biləcəksənmi? Kartlar deyir ki,
Bax, sən çox illüziyalara qapılırsan. Biraz illüziyalarını kənara qoy, istədiyin balansa çata biləcəksən. Sadəcə elə bil ki, özün də öz gücünü hardasa bağlayırsan, hardasa qorxuların var, hardasa nə bilim, bax belə bir şeylər var. Gəl baxaq, maddi durumunu düzəltmək üçün nə etməlisən? Gəl buna baxaq. Maddi durumunu düzəltmək üçün hansı addım atmalısan? Nə etməlisən? Biraz da yığımcıl adam olmalısan. Yığımcıl da deyilsən. Elə bil buradan 3 gəlir, 3-ün üstünə də birini qoyub 4 xərcləyirsən. Biraz bədxərclik də eləməməlisən. Yəni həmişə balansda nə isə saxlamalısan, nə isə etməlisən və həmçinin burada borc verənlər də çoxdur. Kiməsə borc vermək, kiməsə nə bilim elan etmək, işin belədir, bu belədir. Bunları da yığışdırmalısan. Çünki borc verirsən, geri ala bilmirsən. Bu da çıxır səndə, bəzilərinizdə bu çıxır. Yenə baxaq, nə etməlisən? Maddi durumunu düzəltmək üçün nə etməlisən? Nə etməlisən? Planlı hərəkət etməlisən maksimum və həmçinin elə bil ki, özün üçün özünü qorumada almalısan, qorumaya almalısan. Çünki nəfs nəzər də çox gəlir sənə, bəlkə də bunun üçün təmizlik falan da eləyə bilərsən. Yenə də baxaq, nəticə olaraq maddi durumun, bu il maddi durumun istədiyin kimi düzələcəkmi? Bu il maddi durumun istədiyin kimi düzələcəkmi? Düzələcək. Narahat olma. Bu il maddi durumun istədiyin kimi düzələcək. İstədiyin balansa qovuşacaqsan və bunun üçün də məsləhətə, kartların verdiyi məsləhətə də qulaq asaldım, qəbul edildim. Yaz ətraflı baxım üçünsə profilimdəki nömrə ilə əlaqə saxla.